Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər. İlk öncə özümə, sonrasında hər birinizə uca o böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca o böyük olan Rəbbimizdən qorxmaq, Allah Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi, uzaq durmağı əmr edibsə, o şeylərdən çəkinməklə, uzaqlaşmaqla bu sifəti qazanmaq olar, yəni təqvalı olmaq olar. Quran inkarçıları, din düşmənləri barəsində olan 78-ci videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahiçiləri, bu yalancıları, bu şarlatanları, din və İslam adı altında insanları deizmə, ateizmə sürükləyənləri tanımış, onların yalanlarına, hilələrinə agah olmuş olarsınız. Ramazan ayı bitdi, fürsətdən istifadə edərək Allaha dua edirəm. Necə ki sələflər Ramazan bitəndən sonra Allaha dua edərdilər ki, ya Rəbbi, bu Ramazanda etdiyimiz ibadətləri, tutduğumuz orucları, qıldığımız namazları Allah Subhanahu taala öz dərgahında qəbul buyursun. Və dua edirəm ki, Allah Subhanahu taala bizləri bu Ramazan ayında bağışlanmış halda çıxan qullarına isə bizləri bundan sonra neçə belə gözəl Ramazanlara Allah taala yetişdirsin. Ramazan ayı deyənə biraz buna fürsət vermişdik ki, biraz dincəlsin. Eşitdiyimə görə Amerikada da, burada deyil, ağalarının yanına gedib onlardan təlimat almağa. Görsün nə etmək lazımdır, yeni bir proyektlər. Amma hər halda hara getsə də belə Allah həmd olsun ki, Allah Subhanahu taala necə ki Qurani-Kərimdə buyurur ki, onlar öz ağızları ilə Allahın nurunu söndürmək istəyir. Yəni Allahın dininin, dəvətinin qarşısını almaq istəyirlər. Lakin Allah Subhanahu taala həmin ayətdə buyurur ki, onlar istəsələr, yəni kafirlər istəsələr də, istəməsələr də belə Allah taala öz dinini tamamlayacaq. Yəni bu din qiyamətə kimi gedəcək. Və biz də Allah Subhanahu taalanın izni ilə, yəni bildiklərimizdən insanlara çatdırmağa çalışacağıq ki, yəni bu cürlə yalançılara, yəni bu cürlə dinsiz şünaslara inanmasınlar və onların hilələrinə, yalanlarına aldanmasınlar. Və sizin üzərinizə də dəyərli dinləyicilər, hər birinin üzərinizə də yəni önəmli düşən məsələlərdən biri də bu dərsləri paylaşmaqdır. Yəni nə qədər çox paylaşsanız, nə qədər çox insanlara çatsa bu dərslər bir o qədər də yəni insanlar üçün faydası olar. Deməli, hər biriniz şahidsiniz ki, biz dərslərimizə başlayanda həmişə insanları ən önəmli olan, hansı ki, peyğəmbərlərin və ondan sonra gələn salihlərin dəvət etdiyi ilk kəlmə, xatiblərin cümə günləri söylədiyi ilk kəlmə Allahdan qorxun kəlməsidir. Və bugünkü bu videomuzda da Allahdan qorxmaq barəsində danışacağıq. Nə üçün? Çünki bu insan deyir ki, Allahdan qorxmaq lazım deyil. Yəni Allahdan niyə qorxmalıyıq ki? Biz Allahı sevməliyik. Kim Allahdan qorxursa deyirsə deməli küzlülük eləyir. Allaha qarşı səmimi deyil. İndi baxaq görək, Allahın kitabında Allah Taala bizə Allahdan qorxmağı deyir, yoxsa Allahı sevməyi deyir. Və həmçində Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə. Dinləyək bunun videosunu, sonra cavab verək inşallah. Məsələn, bugün ona qalsa bəzi insanlar var ki, Allahla bağlı moizələrdə, xütbələrdə danışanda birinci danışdıqları cümlə bu olur ki, mən hər birinizə Allahdan qorxmağa səsləyirəm. Niyə qorxaq? Niyə sevməyək? Yəni, həqiqətən bu çətin bir məsələdirmi? Yəni, biz qorxaraq qorxduğumuz şəxsə qarşı və yaxud da yaradana qarşı ikiyüzlü bir hərəkət etmiş olmuruq mu? Amma sevdiyimiz zaman səmimi davranırıq, olduğumuz kimi görünməyə çalışırıq. Ona görə də insanın içindəki o inam anlayışı, inanmağı Allah bizdən bilməyimiz, inam sözü, məsələn, iman gətirmək sözü ki, bir münasibət, əlaqə. Niyə qorxmalıyıq? Yəni, qorxan icam olacaq. Həqiqətən rəhman olan, rəhim olan, mərhəmət sahibi bir Allahdan niyə qorxmalıyıq? Yəni, qorxan insan həqiqətən qorxduğuna qarşı səmimi davrana bilər? Xeyr, əsla. O zaman Allah bizdən haşa, ikiyüzlü olmağımızı, münafiq olmağımızı, göründüyümüz kimi olmamağımızı mı istəyir? Təbii ki, xeyr. Amma Quranla bağlı, İslamla bağlı gəldiyimiz zaman görürdük ki, insanları güləriz olmağın əksinə daha bəd. Dinlədiniz, dəyərli dinləyicilər, bu insanın sözlərini. Vallahi bu insanın zəlalətləri o qədər çoxdur ki, yəni bunları yığışdırmaq olmur. Ona görə də bacardıqca
Yəni çalışırıq ki, yəni bu cür sözlərini gətirək və dəlillə Allahın kitabından və Peyğəmbər sallallahu əleyhi və səlləm sözləri ilə onun gətirdiyi o boş iddiaları çürüdək. Allahdan qorxmaq lazım deyil, Allahı sevmək lazımdır. Mən nə üçün Allahdan qorxmalıyam? Axı mən Allahı sevirəm və yaxud da mən Allahı o qədər sevirəm ki, ondan qorxmağıma ehtiyac yoxdur kimi kəlmələr bu dinsizşünas və bunun timsalında olan cahillərin dillərindən çıxan sözlərdir. Hansı ki, bunların Allahın kitabı və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə heç bir yaxından uzaqda heç bir əlaqəsi yoxdur. Alimlər deyirlər ki, Allahın kitabından xəbəri olan bir kimsə, yəni Allahın kitabını oxuyan bir müsəlman qul bu kəlmələri heç vaxt istifadə etməz. Çünki bu kəlmələr, dəyərli dinləyicilər, Allahın kitabına zidd olan, yəni Qurani-Kərimə zidd olan sözlərdir. Bax, yenə də deyirəm. Kim ki deyir ki, Allahdan qorxmaq lazım deyil, Allahı sevmək lazımdır. Onun bu kəlmələri Allahın kitabına, yəni Qurani-Kərimə və orada olan ayətlərə zidd olan sözlərdir. Ta Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləmlə ta bu günə qədər və qiyamətə qədər hər bir xatib cümə günü minbərə çıxdığı zaman insanları ilk olaraq Allahdan qorxmağa, təqvalı olmağa çağırır. Ey müsəlmanlar, Allahdan qorxun, təqvalı olun. Bu kəlmələr əbəs yerə deyilmir. Bu kəlmələr Allahın kitabından, Qurani-Kərimdən və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsindən götürülmüş kəlmələrdir, qardaşlar. Dəyərli dinləyicilər, insan Allahdan qorxmalıdır. Əgər insanda Allah qorxusu olmasa, o insan Allah Subhanahu taalanın hədlərini, qadağalarını rahatlıqla aşacaq. Onun o hədləri, o qadağaları aşmamağa səbəb, onu saxlayan Allah qorxusudur. O Allah qorxusu ki, o insan Allahdan qorxduqca Allah Taalaya olan yaxınlığı daha da artır. Deməli, bu qorxu içərisində məhəbbət, Allaha sevgi olan qorxudur. Ona görə də əhl-i-sünnə imamları deyirlər ki, insanda həm Allah qorxusu, həm məhəbbət, Allah sevgisi və həmçində Allaha ümid, rəca olmalıdır. Bu üçü də bir yerdə olmalıdır, qardaşlar. Dəyərli dinləyicilər, Allah qorxusu deyildiyi zaman burada dünyavi qorxudan söhbət gelmir. Kimisə hansısa bir qol gücdən qorxması, hansısa bir vəzifəli şəxsdən qorxmasından söhbət gelmir. Allah qorxusu deyildiyi təbii qorxudan da söhbət gelmir. Hansısa ki, insanın hər hansı bir vəhşi heyvandan qorxmasından söhbət gelmir. Allah qorxusu deyildikdə, dəyərli dinləyici, Allahın rəhmətindən, mərhəmətindən uzaq düşmək qorxusundan söhbət gedir burada. Bu qorxu insanı islah edir, insanı təmizləyir. Çünki insan nə qədər Allahdan qorxursa, nə qədər Allahın mərhəmətini, rəhmətini itirməkdən qorxursa, bu qorxu onu təmizləyir, bu qorxu onu islah edir. Dəyərli dinləyicilər, yəni Allah Subhanahu taala bütün bu misallardan uzaqdır. Sadəcə sizin başa düşməyiniz üçün bu misalları çəkirəm ki, daha rahat şəkildə başa düşəsiniz. Mən öz atamdan qorxuram. Çünki bilirəm ki, atamın qadağan etdiyi şeyləri etdiyim zaman cəza alacağam və yaxud da tənbih alacağam. Lakin bu qorxu valideyndən olan qorxu. Məni atamı, valideynlərimi sevməməyə dəlalət etmir. Əksinə mən onları sevirəm. Sevməyimlə bərabər onların qadağalarını da nə edirəm? Çəkinirəm, qorxuram. Bu sevgi məni onlara sevməyə gətirir. Bu hələ dünyavi bir misaldır. Allah Subhanahu taala isə bütün bu misallarda nədir? Uzaqdır. Ona görə də qardaşlarım, dəyərli dinləyicilər, insan Allah Subhanahu taaladan qorxmalıdır. Allah Taala Qurani-Kərimdə, dəyərli dinləyicilər, 300-ə yaxın ayətdə 300-ə yaxın ayət təqva kəlməsini istifadə etmişdir. Və həmçinin Allah Subhanahu taala Allah qorxusunu 3 dənə kəlmə ilə Qurani-Kərimdə vermişdir. Təqva, xaşiyə, xof. Təqva vüqayə sözündəndir. Yəni bütün bunları hamısını bir-bir izah edəcəm ki, hər biriniz dinləyicilər, yəni bu kəlmələrin nə məna daşıdığını biləsiniz. Təqva sözü vüqayə kəlməsindəndir. Yəni insanın Allah Taala'nın əmrlərinə diqqətlə qulaq asın. Təqva sözünün mənası nədir? İnsanın qorunmasıdır. Nədən qorunması? Allah Subhanahu Taala'nın əmrlərini yerinə yetirməklə, qadağalarından uzaq durmaqla, çəkilməklə Allahın əzabından nə etməsi? Özünü qorumasıdır. Ərəblər o Azərbaycan yadından çıxdı, nə deyirlər ona? Zontik. Zontika vüqayətü şəms, yəni günəşdən qoruyan deyilir. Bax, vüqayə kəlməsindən istifadə edirlər ərəblər. Çünki bu kəlmələr ərəblərə məlumdur. Ərəb deyəndə təqva nədir, xaşiyə nədir, xof nədir, o dərhal bilir bu sözlərin mənalarını. Bizdə də xof sözü var.
Və vüqayətü şəms, yəni günəşdən qoruyan, yəni zontika, onlar bu kəlməni istifadə ediblər. Ona görə də İslamda da, şəriətdə də bu kəlmənin mənası Allah Taala'nın əmrlərini yerinə yetirmək, qadağalarından çəkinməklə Allahın əzabından nə etməsi? İnsanı qorumasıdır. İnsanı qorumasıdır. Xaşiyə isə, dəyərli dinləyicilər, Allah Subhanahu taala Qurani-Kərimdə müəyyən ayətlərdə xaşiyə kəlməsini istifadə edir. Bu da elm üzərində olan qorxudur. Yəni Allah Subhanahu taala möminləri vəsf edərkən, yəni bu kəlmə ilə vəsf edir. Necə ki Allah Subhanahu taala Qurani-Kərimdə buyurur ki, deməli Allah Subhanahu taala buyurur ki, Allahdan öz qulları arasında, baxın diqqət edin, Fatir surəsi 28-ci ayətində, Allahdan öz qulları arasında ancaq alimlər qorxar. Xaşiyə isə budur. Və həmçinin Allah Subhanahu taala xof kəlməsini istifadə etmişdir ki, alimlər söyləyirlər ki, əgər Allahdan qorxmaq lazım deyil, Allahı sevmək lazımdır anlayışı, kəlməsi düzgün bir kəlmə olsaydı, bu zaman peyğəmbərlər ilk olaraq bunu yerinə yetirməli idilər. Düzdürmü? Lakin biz baxırıq Qurani-Kərimə. Əksinə, peyğəmbərlər belə Allah Subhanahu taalanın əzabından qorxurdular. Necə ki Zumar surəsində, Ali-İmran surəsində Allah Subhanahu taala buyurur ki, həqiqətən də əgər Rəbbimə qarşı itaətsizlik etsən, böyük günün əzabından nə edirəm? Qorxuram. Allah Taala xof kəlməsini istifadə etmişdir. Ona görə dəyərli dinləyicilər, alimlər söyləyirlər ki, möminlər Allah Subhanahu taaladan qorxmaqla həzz alırlar. Möminlər Allah Subhanahu taaladan qorxmaqla ləzzət alırlar. Çünki bu qorxu içərisində sevgi, məhəbbət olan qorxudur. Bu sevgi bizi Allahdan uzaqlaşdırmır. Əksinə, bu sevgi bizi Allaha yaxınlaşdırır. Allahın əmrlərini yerinə yetirməyə yaxınlaşdır, qadağalarından çəkinməyə yaxınlaşır. Bu videoda gördüyünüz dinsizşünas isə iddia edir ki, Allahdan qorxmaq demək ikiyüzlülükdür, münafiqlikdir. Allahdan niyə qorxmalıyam? Allahı ancaq sevməliyəm. Bax, bu insan sizə çatdırmaq istədiyimiz bax budur ki, bu insanın dini savadı yoxdur. Bu insan məhz müsəlmanları azğınlığa sürükləmək üçün göndərilir. Bunun vəzifəsi, bunun işi budur, qardaşlar. Halbuki Allah Subhanahu taala Qurani-Kərimdə görün nə buyurur bizə. Ali-İmran surəsi 175-ci ayətində. O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Diqqət edin. O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə ondan qorxmayın. Allah Subhanahu taala buyurur. Məndən qorxun. Deməli, Allahdan qorxmaq lazımdır, dəyərli dinləyicilər. Allahdan insanda qorxu olmasa, insan bütün o qadağaları aşıb gedəcək. Ona görə də bu insanın, baxın, bunun insanın Allah qorxusu olmadığına görə bu durumdadır bu. Sonra Allah Subhanahu taala Maidə surəsi 28-ci ayətində görün nə buyurur. Həqiqətən də mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Allahu Ekber. Peyğəmbərlərin duası. Həqiqətən də mən aləmlərin Rəbbi olan Allahdan qorxuram. Başqa bir ayətdə isə Allah Subhanahu taala buyurur ki, Rəbbinin huzurunda durmaqdan qorxanları 2 cənnət gözləyir. Kim Rəbbinin huzurunda durmaqdan qorxursa, onu 2 cənnət gözləyir. Rəhman surəsi 46-cı ayəti. Bütün bu ayətlər, bütün bu Peyğəmbər sallallahu əleyhi və səlləmin sözləri dəlalət edir ki, bir müsəlman Allahdan qorxmalıdır. Allah Subhanahu taaladan qorxu olmasa insanda, insan Allah Taalanın haramlarını rahatlıqla aşacaq. Necə ki, bu videoda gördüyünüz bu şəxs kimi. Allahu Ekber. Ona görə də buradan bunu öz ehillərinə çağıranlara da buradan nəsihətim odur ki, Allahdan qorxun. Allahın adından yalandan danışmayın. Efir xatirinə, reyting xatirinə, nə bilim videoma biraz çox adam baxsın, like xatirinə özünüzü bədbəxt eləməyin. Vallahi ki, Allah Subhanahu taalanın sorğu-sualı çox ağır olacaq sizin üçün. Yəni bu din, dünyavi məsələlər deyil ki, çıxıb ağzınıza nə gəldi ona danışasınız. Din, Allah və Peyğəmbəri nə buyurubsa, nə əmr edibsə odur. Ondan kənara çıxsan, özünü yandırmış olacaqsın. Allaha əmanət olun. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.